Bir gün bir adam qonşusuna dedi ki, qonşu mən hansısa bir ölkəyə gidəcəm. Qonşusu dedi, hansı ölkəyə gedəcəksən qonşu? Qonşu dedi, gələndə deyərəm qonşu, salamat qal. Qonşusu dedi, sən də salamat qal, xeyri gəl, dedi və qonşusu getdi və qonşu fikirləşdi. Görəsən bu qonşu hansı ölkəyə gedir, dedi. Sonra isə həmən qonşu bir başqa adamın dostunun yanına bazara getdi. Bazarda həmən qonşudan söhbət açıldı və adam dedi ki, mənim bir qonşum var. O 3 gündən sonra evinə qayıdacaq. Nə? Dedi adam. Başqa adam dedi ki, niyə görə getdi ki 3 gündən sonra? O adam dedi ki, hansısa bir ölkəyə gedirmiş, bilmirik. Və orada olan səhvən, orada keçən bir oğru bunu eşidir və deyir, nə yaxşı, bunu eşitməyim yaxşı oldu. İndi gedib həmin evi tapıb hər şeyi oğurlamağım yaxşı olar. Bir il rahat yaşayaram, heç nə etmərəm. Nə işləyərəm, nə bir şey. Onsuz da mənim işim oğurluq idi. Bu dəfə də daha yaxşı bir iş gəldi. Evin sahibinə əmin oldum ki 3 gündən sonra gəlməyəcək. Mən o evi axtarıb tapım və hər şeyini oğurlayım. Evin sahibi də evi gələndə görsün ki evindəki hər şey oğurlanıb. Onsuz da onda gec olacaq. Onsuz da mən onda başqa yerdə olacağım və heç kim məni tapa bilməyəcək. Oğru bir axşam gedir və evi axtarır. Görəsən bu ev hardadır? Abunə olun, ailəmizə qatılın. Hər kəsə təşəkkürlər.